Cəmi 330 min dollar dəyəri olan 6,2 litrlik, 622 at güclü və 8 mühərrikli və 0-dan 100-ə cəmi 3,5 saniyə sürətlənən Mercedes-Benz'in SLR AMG Black seriyası modeli. Daha yüngül, daha güclü və daha agresif. Bugün Mercedes'in ən nadir və kolleksiyaçılar üçün əsl xəzinə olan təzə çıxanda 3 milyon 300 minə satılan Mercedes'in CLK GTR Super Sport modeli. O 655 at güclü, 7,3 litrik və 12 mühərriki ilə təchiz edilir. Onun sayəsində 0-dan 100-ə cəmi 3,5 saniyə sürətlənir. Mercedes'in liman yarışları üçün hazırladığı CLK GTR yollara uyğunlaşdırılmış əsl yarış avtomobilidir. Cəmi 75 ədəd istehsal edilən bu ekskluziv roster salonda 2 milyon yarıma satılırdı. Və bu pulu ödəsəydiniz 5,4 litrik, 650 at güclü və 8 mühərrikə sahib olacaqdınız. Hansı ki onu 100-ə cəmi 3,5 saniyə çatdırırdı. Bu Mercedes'in SLR McLaren Stirling Moss modelidir. Üstü yoxdur, şüşəsi yoxdur. Təmiz ekstremal hisslər üçün yaradılır. Və budur 5 milyonluq Mercedes-Benz'in ən sürətli seriyalı avtomobili. Formula 1 texnologiyasına əsaslanan hibrid hiperkar V6 mühərriki və 4 elektrik motordan ibarət sistemlə 1063 at gücü istehsal edir. 0-dan 100-ə 2,9 saniyə çatır və maksimum sürəti 353 km təşkil edir. Bu avtomobillər Mercedes'in mühəndislikdə olan üstünlüyün texnologiya və sürətə olan sadiqliyini sübut edir.